Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli Saməddin. Bugün sizə MİQ və sertifikasiya ibtidai imtahanında qarşımıza çıxması, yəni gözlənilən və hər ildə qəbulda qarşımıza çıxan bir mövzu haqqında danışacağım. Bu mövzumuz hesab əməlləridir. Hesab əməlləri bizim bildiyimiz toplama, çıxma, vurma və bölmə əməlləridir. Amma bunun misalda hansını birinci, hansını ikinci eləməyimizlə bağlı suallar qarşımıza çıxır. Gəlin bunlar haqqında danışaq, görək hesab əməllərinin ardıcıllığı necə olmalıdır və İlk olaraq hansından başlamaq lazımdır. Baxın, birinci onu deyim ki, əgər məsələmizdə, misalımızda daha doğrusu mötərizə ifadəsi varsa, əvvəlcə mötərizənin içərisinə baxırıq. Qələmimizi biraz nazik eləyək. Deməli, birinci mötərizəyə baxacağıq. Əgər misalımızda mötərizə varsa. Mötərizə. Və təbii ki, mötərizənin içərisində də həm toplama ola bilər, həm çıxma ola bilər, həm vurma, həm bölmə ola bilər. İkinci olaraq əməliyyatımız vurma bölmə əməliyyatıdır. Vurma bölmə əməliyyatı. Bax, burada bir incə məqam var. Bəzi müdavimlər elə bilirlər ki, vurma bölmədən daha üstündür. Və yaxud da bölmə vurmadan daha zəifdir. Xeyr, fikir versəz, mən vurma və bölməni eyni sətirdə yazmışam. Vurma və bölmə arasında qalmısınızsa, mütləq birinci hansı gəlirsə, soldan başlayar, birinci hansı gəlirsə, onu eləyirsiniz. Məsələn, bu misala bir baxaq. 8 bölünsün 4, vurulsun 2. Bu misalı bəzi müdavimlər deyirlər ki, müəllim, birinci 4-ü 2-yə vur, 8 eləsin. Sonra 8-i 8-ə böl, 1 eləsin. Xeyr, bu sualın cavabı 1 deyil əzizim. Əgər sən vurma və bölmə arasında qalmısansa, soldan başlayaraq, biz misalları soldan başlayırıq həll etməyə. Soldan başlayaraq ilk hansı gəlirsə, birinci əməliyyat hansı gəlirsə, onu eləyirsiniz. Yəni 8-i əvvəlcə 4-ə böləcəksiniz, 2-ni 2-yə vuracaqsınız, 4. Yəni bu sualın cavabı 4-ə bərabərdir. Bir daha deyirəm, vurma və bölmə əməliyyatı ikisi arasında qalmısınızsa, eyni hüquqludur. Əvvəl hansı gəlirsə, birinci hansı gəlirsə, o əməliyyatı yerinə yetirmək lazımdır. Sonraki əməliyyat isə toplama və çıxma əməliyyatıdır. Toplama və çıxma əməliyyatı da öz aralarında bərabər hüquqludur, öz aralarında. Yəni, məsələn, 8 üstəgəl, məsəl üçün 5 çıx 2. Və yaxud da 8 çıxılsın 5, üstəgəl 2. Bu iki misalda da hər zaman soldan başlayaraq birinci hansı gəlirsə onu eləməliyik. Yəni 8-in üstə 5 gələcək 13, 13-dən 2 çıxacaq, 13-dən 2 çıxan neçə eləyəcək? 11 eləyəcək. 8-dən 5 çıxacaq 3, 3-ün üstə 2 gələcək, neçə eləyəcək? 5 eləyəcək. İndi təbii ki, burada deyə bilərsiniz ki, ay Saməddin müəllim, olmazmı birinci toplamanı eləyim, sonra çıxmanı eləyim? Bu hissədə belə bir məqam var ki, sən birinci toplamanı eləsən, 5-in üstə 2 gəlməyin doğru deyil. Sən mənfi 5-in üstə 2 gəlməlisən. Bu da biraz misalı qarışdıra bilər sənin beynində. Mənfi 5-in üstə 2 gəlib, mənfi 3 yaza bilirsənsə, sonra 8-dən 3 çıxıb 5 yaza bilirsənsə, olar. Ona görə mən, fərqli qaydalar deməyim deyə, siz belə yadınızda saxlayın ki, istəyir vurma bölmə olsun öz aralarında, istəyir toplama çıxma olsun, əgər bərabər hüquqlu işarələr arasında qalmısınızsa, əməliyyatlar arasında qalmısınızsa, soldan başlayaraq birinci hansı gəlirsə onu eləyəcəksiniz. Toplama çıxma arasında qalmısınız, birinci hansı gəlir? Toplama, toplamanı elə. Çıxma toplama arasında qalmısınız, birinci hansı gəlir? Çıxma gəlir. Vurma bölmə arasında qalmısınız, birinci hansı gəlir? Bölmə gəlir, bölməni elə. Hansı birinci gəlirsə onu etməlisən. İndi təbii ki, kimsə soruşacaq, müəllim, bəs toplama ilə vurma arasında qalsın. Əlbəttə ki, vurma və bölmə toplama və çıxmadan əlbəttə ki, üstündür. Buna söz yox, sıralamışam. Birinci mötərizəyə baxırsan, sonra vurma bölməyə, sonra toplama çıxmağa. Amma öz aralarında vurma və bölmə arasında qalanda onlar bərabər hüquqludur. Toplama və çıxma arasında qalanda onlar bərabər hüquqludur. Yəni birinci hansı gəlirsə, onu etmək lazımdır. İndi gələk bir dənə suala. 2025-ci ildə imtahanda olmuş sualdır. Aşağıdakı ifadədə əməllər hansı ardıcıllıqla yerinə yetirilir? Bu arada bu sual tiplərindən işləmək istəyirsinizsə, FES-in riyaziyyat kitabını əldə edə bilərsiniz və bütün imtahanda olmuş sual nümunələrinə aid tiplər orada öz əksini tapıb. Deməli, burada birinci əməliyyatımız bölmədir. Baxın, birinci bölmə. Bunları biraz sürüşmə baş verir. Bir dənə bilərsiniz ki, ayrı-ayrı şeylər diyor. Birinci bölmədir, ikinci toplamadır, üçüncü vurma yazılıb, 4 bölmə yazılıb, 5 çıxma yazılıb. Müəllim mənə deyib ki, əvvəlcə mötərizənin içərisinə baxacaqsan. Mötərizənin ən daxilinə baxıram.
Mötərizənin daxilində görürsüz toplama var, vurma var və bölmə var. Bilirəm ki, toplama vurma bölmədən sonrakı əməliyyatdır. Ona görə dəymirəm. İndi baxıram, birinci vurmanı eləyim, yoxsa bölməni eləyim. Hansı ilk gəlib? Vurma birinci gəlib. Deməli, ən birinci əməliyyatımız 3 olacaq, yəni vurmanın əməliyyatı. Sonrakı əməliyyatımız bölmənin əməliyyatı olacaq, 4. Sonrakı əməliyyatımız toplama olacaq. Çünki axı mötərizənin içərisini bitirməmiş çölə çıxa bilmərəm. Mötərizənin içərisində toplama var. Ona görə sonrakı əməliyyatımız toplama olan əməliyyat, yəni ikinci əməliyyat olacaq. Daha sonra mötərizə bitdi. Çöldə bölmə var və çıxma var. Təbii ki, bölmə üstündür deyə növbəti əməliyyat 1 olacaq, yəni bölmənin əməliyyatı. Axırıncı əməliyyatda bu çıx 4-ün əməliyyatı olan 5-ci əməliyyat olmuş olacaq. Əməliyyatların nömrəsi burada yazılıb. Bir daha deyirəm, əvvəlcə 6-nı 4-ə vuracağıq, 3-cü əməliyyat. Alınan cavabı 6-nı 4-ə vurdum, elə də 24. Böləcəm 8-ə. 24-ü 8-ə böləndə 3. 3-ün üstə gələcəm 4-ü 7. 63-ü 7-yə böləcəm 9. 9-dan 4 çıxacam 5. Yəni bu sualın cavabı bizə lazım deyil ha. Ardıcıllıq lazımdır ki, hansı ardıcıllığını yerinə yetirməlidir? 3, 4, 2, 1, 5. C yazanlar doğru cavabımızı qeyd ediblər. Baxaq ikinci sualımıza. İkinci sualımızda da əvvəlcə mötərizənin içərisinə baxıram. Mötərizənin içərisində vurma var, çıxma var və bölmə var. Burada əvvəlcə nədən başlayacağam? Vurmadan, yəni ikinci əməliyyatımı əvvəl eləyəcəm. Sonra dördüncü əməliyyatımız olan 36-nı 4-ə böləcəm. Bu dördüncü əməliyyatımız. Daha sonra bu ədədlər bir-birindən çıxacağım, yəni üçüncü əməliyyat. Daha sonra 18-dən həmin ədədə çıxacağım, yəni birinci əməliyyat. Və ən sonda toplamanı eləmiş olacağım, 5-ci əməliyyat. 2, 4, 3, 1, 5. 2, 4, 3, 1, 5. C variantı. 2, 4, 3, 1, 5. C yazanlar doğru cavabı yazıblar. Yəni sən 9-u 3-ə vurmalısan, 27. 36-nı 4-ə bölməlisən, 9. 27-dən 9 çıxmalısan, 18. 18-dən 18 çıxmalısan, 0. Üzərinə 12 gəlməlisən, 12. Üçüncü sualımız. Burada da əvvəlcə mötərizənin içərisinə baxıram. Mötərizənin içərisinə baxanda çıxma var, bölmə var və vurma var. Təbii ki, çıxmanı ən axıra saxlamalıyam, məcburam. Qaldıq bölmədən vurma arasında. Hansı birinci gəlir? Bölmə birinci gəlir. Deməli, ikinci əməliyyat bu bölməyə aiddir. İkinci əməliyyat olan bölmə, sonra üçüncü əməliyyat olan vurma. Daha sonra bu cavabı 54-dən çıxacam. Yəni, birinci əməliyyat olan 54 çıxılsın. Çöldə isə 5-i 3-ə vuracam. 5-i 3-ə vuracam. Yəni 5-ci əməliyyat gələcək. Daha sonra bu iki ifadənin cavabını toplayacam. Yəni 4-cü əməliyyat gələcək. Bu üzərindəki 1, 2, 3, 4, 5 əməliyyatları göstərir. Yəni birinci hansı əməliyyat olmalıdırsa o ədədi qabağa yazırsan. Bax, burada 1, 2, 3, 4, 5 dənə əməliyyat var. Sən birinci 2 nömrəli əməliyyat elədin, bölməni. Sonra 3 nömrəli əməliyyat, vurma. Sonra 1 nömrəli əməliyyat, çıxma. Sonra 5 nömrəli əməliyyat, vurma. Sonra toplama. 2, 3, 1, 5, 4. 2, 3, 1, 5, 4. E yazanlar doğru cavabı yazıblar. Əla. Dördüncü sualımız. Aşağıdakı ifadədə əməllər hansı ardıcılıqla yerinə yetirməlidir? Təbii ki, birinci burada vurma olacaq, sonra bölmə olacaq, sonra da çıxma olacaq. Deməli, vurma, E variantı səhv oldu, çünki sonra çıxma yazıb, səhv yazıb. Vurma, bölmə və çıxma. B variantı yazanlar doğru cavabımızı yazıblar. 055 527 25 99 WhatsApp nömrəmizə yazaraq siz bizim ödənişli və ödənişsiz qruplarımızdan yararlana bilərsiniz. Həmçinin FES-in kitabını əldə edərək siz də bu sual tiplərini özünüz sərbəst formada yaza bilərsiniz. Bu sualı sizə tapşırıq olaraq verirəm. Videonun altına rəy bölməsinə həm öz ürək sözlərinizi bildirməyi unutmayın. Sizin rəyləriniz bizə motivasiyadır. Həmçində bu sualın ardıcıllığını mütləq rəy bölməsinə qeyd edin. Və doğru cavabı da, yəni yazdıqdan sonra mən sizin rəylərinizə bir baxıb cavab yazacağam ki, hansı müdavim doğru yazıb, hansı yanlış yazıb. Sağ olun, növbəti video dərsdə görüşərik. Hələlik.